Hər kəsə salam. Deməli, mən video çəkmədiyim günlərdə nələr yaşadım? Bu dəqiqə danışanda belə qorxuram, çünki evdə təkəm. Deməli, mən bir gün yatmışdım. Bir gün yatmışam, yatmıram. Nəysə, yatmışam. Və mən uzun müddətli qorxulu yuxu görmürdüm. Bu arada bugünkü mövzumuz nə olacaq? Bugünkü mövzumuz yuxu dəftərimi araşdıracağıq. Bəli, mən yuxu dəftəri yazırdım bir dönəm. Yuxulara qarşı çox marağım var idi. Yuxu dəftərim də budur. Bu dəftərin dizaynına mən bayılırdım. Xəstəsi idim mən bu dəftərin. Marketdən almışam. Mən bunu o vaxt bizim market vardı, oradan almışdım. Çox da ucuz almışdım ya, yəni. Bir də ki, kokolu dəftərdir bu. Hələ də iyisi gəlirdi. Bu nə bir iyi gəlir. Nəysə. Mənim keşlik. Bugün yuxu dəftərim haqqında danışacağıq. Və ondan əvvəl başıma gələn bu ərəfələrdə olan yuxularımı sizə danışacağım ki, mən nə yuxular görmüşəm. Deməli, mən yanvar ayında, haradasa bayram həftəsindən sonraki həftədə yuxuda görürəm ki, evdə bir qonaqlıq var, qonaqlıq vibe var, qaşıq çəngəl səs gəlir. Və eyni səs gəlir otaq evlərdən. Və qonaq o qədər çoxdur ki, bir dənə uşaq, qız uşağını mənim burada otağıma açmışıq balaca stol ki, burada yesin. O da aş yeyir, yağlı bir aş yeyir. Yəni sonra bu uşaq burada yemək yeyir, tamam mı? Və bu uşaq burada yemək yeyir deyənəm. Ya yetər. Hansı mürəbbədir belə vızıldayır? Alo, balam necəsən? İnşallah ki, mürəbbənin səsidir də bu. Nəysə uşaqlar, mən dünən videonu biraz yarıda qoydum. Dünən danışmağa biraz qorxdum. Hekayənin davamını danışıram sizə. Uşaq belə qolu ilə belə aşı belə silir, yağlı ağzını və durub gedir, qız uşağıdır. Yəni 6 yaşı falan vardır da, yəni məktəbə gedən bir tipdədir, yəni çox körpə deyil. Və otaqdan buradan çıxır gedir bu otaqdan. Mən də baxıram ətrafa və baxıram ki, siz necədir? Hər yerdə boş qablar var sanki, tamam mı? Hər yerdə boş qab, ağ rəngdədir, yəni hamısı. Çəngəl, qaşıq falan və səs-küy də gəlir. Və otaqlar da doludur boş qablar, amma ki, insan yoxdur. Yəni, insan yoxdur. Amma yemək səsləri gəlir. Yemək, yəni qonaq ab-havası, biraz qorxuram bunu danışanda, nəysə. Anam da kuxnada yemək pişirir həmişəki kimi. Və mən də deyirəm ki, bir an belə baxıram, fərqində deyiləm bu ara məndə, yəni, prosta boşqab falan dəyişirəm, tez oranı falan yığışdırıram belə, yəni fərqində deyildim o an. Sonra bu otaqdan biraz uzağa çəkilirəm və otağın qapısından baxıram ki, qapını, məsələn, bu qapını çəkəcəm indi sizə. Bu qapının 4 dənə falan şüşələri var. Şüşələri bir reskanlı belə çatlayır, belə öz-özünə belə partlayır, sanki istiliyə məruz qalıb şüşələr. Belə bir anda belə partlayır şüşələr, ortalıqda belə kağızlar belə dolaşır, belə kağızlar falan oynaşır bu otaqda imanda və ev sirkələnir yəni. Zəlzələ kimi deyil də, necə başa salam bilmirəm, çox belə şeydə danışmaq istəmirəm, çünki evdə təkəm. Sanki bir şəkildə otaqda bir, nə bilim, əşyalar falan yəni qalxır, uçuşur havaya, yəni kağızlar falan fırlar. Mən də dəli oluram, tez qaçıram, anama deyirəm ki, davay, çıxırıq evdən çıxırıq, burada nəsə var, hiss edirəm, deyirəm, burada nəsə var. Arvad gəlməyi bilmir. Anam gəlmək bilmir, anam gəlmək istəmir. Deyirəm, ay mama, gəl çıxaq, gedək də buradan, qolumdan dartıram, daşıya bilmirəm, gələ bilmir. Elə bir kitləni var və deyir ki, əşimə inanmıram, əşi boş şeydir, yeməyim pişirir orada, aş pişirir orada, nə bilim, yeməyim daşdı, yeməyim yandı deyir. Yemək dərdindedir, yeməyi pişirmə dərdindedir. Mən də deyirəm ki, gəl gedək, burada normal ortam yoxdur, mən ayılıram o an, elə ki, mən ayılıram, fərqinə varıram nə baş verir. Deyirəm, gəl gedək, yəni normal bir şey deyil. Nəysə, ondan sonra yuxudan ayılıram. Yuxudan nə vaxt ayılıram? 11-ə falan işləyir deyəsən mən ayılıram. Səhər bu arada. Səhər dedim də gün ortaya yaxın. Və gün ortadır da, otağa hava var, işıq var, otaqda əməl başlı aydınlıq var. Mən qorxuram. Mən qorxuram və yuxuda bir dənə belə şey var. Bizim bir dənə koridorumuz var. Mənim kravatımdan oturub baxanda o koridor görünür. Qapı və koridor. Oradan, yəni mənim kravatıma baxanda inanlı ora görünür və mən oradan nəsə bir şeylər hiss etdim. Oranı gördüm inanlı. Koridoru və qapını. Orada nəsə bir şeylər olduğunu hiss etdim. Görmürəm heç nə. Ancaq o məkanı gördüm və nəsə bir hiss gəldi. İçimə belə bir ağırlıq çöktü. Başa düşdünüz? Və mən ayıldım. Mən tərpənə bilmirəm. Yuxudan ayılmışam.
koridorun o hissəsinə baxa bilmirəm. Günün günorta çağıdır, çöldəcə xoruz banlayır, yəni Allah bir neçə milyoncu banlamasıdır. Yəni mən çıxa bilmirəm kravatdan. Biraz belə zaman keçsin istədim. Aldım əlimə telefonu, biraz scroll elədim, biraz Instagram, TikTok. Ha, bu arada nə oldu? Yoxsa o ikinci yuxuda mı olmuşdu? Birinci yuxuda olmuşdu bu, yox. Mən ayılanda bu arada, səhv xatırlayıram, xeyr. İlk belə bir yuxumu görəndə ayıldım, gecə yarısı idi. TikTok'u açdım ki, tez belə yolumdan çıxsın yuxuda. Yəni o qədər çox qorxdum ki, ürəyim əsirdi, ürəyim dayanmırdı. Və mən normalda yuxulardan bu qədər tez qorxan insan deyiləm. Mən bundan da pis yuxular görmüşəm və heç vaxt qorxu ilə oyanmamışam. Əslində demişəm ki, çox maraqlı bir yuxu görmüşəm. Bunu nə edəcəm? Yazacağam. Yəni material yığacağam kimi belə sevincli olmuşam. Və bu səfər yəni o hissdə deyildim. Ayıldım, bir ürəyim bir döyünür, nəfəs ala bilmirəm falan. TikTok'u açdım. Mənim ilk qabağıma çıxan video nə oldu bilirsiniz? Diamond var ya, bir dənə oğlan, buruqsaç Diamond. Onunla yanında arvadı oturub başlarına gələn paranormal hekayəni danışırlar. Köydə başlarına nə gəlib, yatan moment. 30 saniyə mən beynim necə qaldısa və mən necə qorxdumsa çıxdım tez ondan da. Yəni gecə olduğunu mən nə yaşayıram. Özümü yatmağa məcbur elədim ki, yat Aydan, yat, boş ver. Yata da bilmirəm, ürəyim döyüntüsünə yata bilmirəm. Və o yuxu mənə pis təsirlədi. Yatdım və yuxuda qızın danışdığı hekayənin eynisini gördüm. O Diamond'ın arvadının. Hiç olmadım mı? Beynim necə əmibsə o hekayəni. Eynisini gördüm, qara bastı məni yuxuda. Tərpənə bilmirdim, danışa bilmirdim, qışqırırdım. Səhər qışqıra-qışqıra oyandım. Açdım gözümü ki, evdə heç kim yoxdur. Dediyim kimi, həmin o dəhlizə baxa bilmədim bir müddət. Bitər uzandım, belə oturmuşam, belə uzanmışam, heç yerə baxa bilmirəm. Sonra dedim ki, aydan gün ortadır da, yəni gicləmə, dur ayağa da, bəsdir. Günə başlamalısan əvvəl axır, qala bilmirsən ki, kravatda. Sonra durdum, biraz şey eləmədim falan, boş verdim. Günün ortalarına yaxın keçdi məndən bu negativlik falan. Bu yuxunu boş verdim. İlk gün bunu gördüm deyə çox da belə vecləmədim. İkinci gün yenə yatmışam və yuxuda yenə belə pis şeylər görürəm. Belə nə gördüm yadımda deyil tam olaraq. Amma negativ yuxular gördüm yenə ikinci gün. Bunu ətrafındakı insanlara danışdım. Və onlar mənə dedilər ki, nə bilim, sirkələ otağı, sirkə ilə sil, kravatına falan sirkə səp, üzəri yandır. Mən bunların təbii ki, heç birini eləmədim. Çünki unutdum, çölə çıxdım falan filan, gəldim, vaxt çatmadı, unutdum və 3-cü gün evə gəldim. Hər şey əladır, gün ərzində hər şey yaxşı keçib. 3-cü gün axşamı mən uzandım, kravatı işıq sönəndən sonra bir dənə belə negativ bastı da məni otaqda. Yatmamışam hələ. Valideynlərim də evdədir. Mən bilmirəm nə edeyim. Saat 1 falandır. Başladım indi yatmağa çalışmağa, özümü yatırtmağa çalışmağa, telefon atdım qırağa, başladım yatmağa falan, yata bilmirəm. Axırı saat deyəsən 2 falan idi, 2-nin yarısı falan idi. Yaxın dostuma yığdım və yığanda zəngi açdı, dedi ki, hə, nə olub? Başladım ağlamağa. Mən. Başladım ağlamağa və dayandıra bilmirəm ki, bəs mən qorxuram, yatmamışam, amma nəsə hiss edirəm otaqda, bir şeylərin varlığını hiss edirəm, çox ağır bir his var otaqda falan. Məni sakitləşdirməyə çalışırdı dostum ki, bəs narahat olma, elə belə şeydir, sən yəni, təbii ki, deyə bilməz axı, nəsə, dur indi nəsə, dur sirkələn, onu deyə bilməz yəni. Dedi, narahat olma, elə belə şeydir, boş ver, yəni sən biraz ürkümüsən, qorxmusan deyə, 2 gün dalbadal yuxu görüb qorxmusan deyə, normaldır bu 3-cü gündə qorxmağın, yəni boş şeydir, biraz sabah duranda nə bilim, yuyunarsan falan filan keçər. Və mən onunla danışdım, sağollaşmağa yaxın anam girdi otağa. Gördü ki, işıqları falan yandırmışam. Mən normalda uşaqlıqdan işıq yanlı yata bilmirəm. İşıq yanlı qalırsa fikrimə əsəblərim pozulur. Mən bütün başım ağrıyır, bütün yuxum qaçır. Və mən uşaqlıqdan həmişə qaranlıqda yatmışam, zülmət qaranlıq. Elə vaxt oldu ki, qaranlıq mənə bəs eləmirdi, yorğanın altında yatırdım. O dərəcə yəni, zülmət istəyirdim də. Və mən qaranlıq sevən insan qaranlıqda yata bilmirdim həmin gün. Necə qorxurdumsa. Başladım buraların falan ışığını yandırma. Buranın ışığını yandıranda otağıma ışıq keçirdi biraz. Anam gəldi buranın ışığını söndürməsini, dedim ki, söndürmə. Dedim, niyə? Dedim, bəs qorxuram da, yata bilmirəm. Dedi, boyu ki, qız qorxarım ola. Dedim, mən qorxuram da, yata bilmirəm. Yəni, o yuxulardan sonra yata bilmirəm. Sonra dedi ki, yatım mən də bu otaqda. Dedim, hə, yat. Anam o otaqda yatandan sonra, mənim otağımda yatandan sonra mən artıq rahatlaşdım və yata bildim. O negativli elə ki, çıxdı otaqdan. Və yatandan sonra da həmin gün də
kabuslar gördüm. Yenə həmin o dəhlizi və mənim o qapımı gördüm. Yəni otağımın qapısı və dəhliz. Oraları görürdüm yenə yuxuda. Oralarda bir şey olduğunu hiss edirdim. Oradan gələn bir ağırlıq olduğunu hiss edirdim. 4-cü gündə yenə həmçinin eyni şey öyrəşmişdim. Elə bir şey idi ki, öyrəşmişdim və heç nə də eləmirdim. Nə yeri falan silirdim, nə bilim bir şey. Bugün də, indi də eləməmişim. Gərək eləyim bugün bu arada. Əməli başlı 4 gün belə kabuslu yatdım da. 4 gündən sonra bu şeylər keçdi. O da necə keçdi? Padruqama dedim ki, bəs mən belə bir şeylər görürəm və davam edir. Mən bezdim, musallat olub mənə, nə, yəni bilmirəm, neyiniyim səncə? Dedim, aç, biraz dua oxu. Mən də oxudum içimdən, prosto 2 dənə dua atmışdı, onları oxudum və yatdım və həmin gün görmədim heç nə. Və ondan sonra da heç nə görmədim. Bir müddət görmədim, 1-2 həftə falan görmədim. Ta ki, bir gün öncəyə qədər. Nə gördüm? Elə mənim bir dənə kravatım var, yatdığım kravat. Və mənim qarşımda bir dənə kravat var, kravatımın yanında. O kravat da bacımın kravatıdır. Bacım indi bizdə yaşamır deyənə. O kravat qalıb orada, arada bizə gələndə uzanıb orada yatır. Və yuxuda görürəm ki, o kravatla öz kravatımı birləşdirmişik. Anamla belə uzanmışıq prosto. Hara gəldi, yəni belə düz yox, hara gəldi. Və yenə o dəhliz, yenə o qapı, oradan bir şeylər gəldiyini hiss edirəm. Kölgə yoxdur, heç nə görmürəm. Amma hiss edirəm. Rəngini də hiss edirəm, bənövşəyi ya da qırmızı arasında gedib gəlirdi o varlıq. Rəngini hiss edirəm, varlığını hiss edirəm, enerjisini hiss edirəm. Hətta biraz üzünü belə hiss etdiyim oldu, yəni imgələdiyim oldu, yəni xəyal etdiyim oldu yuxuda. Və mən necə qorxuramsa, necə qışqırıramsa anama ki, bəs burada nəsə var, dur gedək. Anam da vecsiz uzanıb belə, heç nə yoxdur, gizləmə falan belə kafasındadır. Mən dəli oluram, nə edirəm? Açıram telefonu, Chrome'u. Telefonum əlimdə olur yuxuda. Açıram Chrome'u, yazıram ora ki, negativ hisslərdən arınma duası. Və çıxmır heç uşaqlar. Bir dənə dua çıxmır. Elə ki, ərəb dili heç kəşf olunmayıb. Hələ bir internet saytına girmişdim. Və elə hiss edirdim ki, o qoymur orada dua çıxmasına. Çünki mən baxırdım ki, mən çarəsiz şəkildə axtardıqca o qıraqdan belə gülürdü də, yəni pis-pis mənə, beynimin o tərəfindən görürdüm. Realda görmürdüm. Ancaq görürdüm, səsini də eşidirdim, gülür mənə pis-pis ki, yəni tapa bilmirsən də duanı, qalmısan belə sıxışmısan burada, başa düşdün? Qorxdum ha. Nəysə, mən duanı tapa bilmirəm, dəli oluram, ürəyim az qalsın partlıya, qorxudan ürəyim az qalsın partlıya, ürəyim necə atır, at kimi də, yəni at yarışındayım. Nəysə, mən o duanı tapa bilmirəm. Axırı yuxudan bezib ayılıram, gözümü açıram, bezib çünki o qədər dözə bilmirəm ki, o qorxunu yaşamağa. Gözümü açıram, deyirəm ki, da bitsin də bu zibil. Uşaqlar, mən yenə TikTok-a girirəm, belə qorxulu yuxudan sonra. Və mən TikTok-da nə görsəm yaxşıdır, bax, yenə də deyirəm, bu nədir bilmirəm. TikTok-u açıram, prosto basıram da, TikTok application'ına basıram. Qabağıma çıxan şeyi qoyacam bura. Yəni, mən şok oldum. Allaha and olsun, vallahi mən şok oldum ki, yəni necə olur bu? Yəni mən şeyə şok olmuram, pis yuxu gördüm, varlıqlar gördüm falan. Yox, bunu zaten hər insan görür. Mən əvvəlki illərimi də görmüşəm, tələbə vaxtlarımda da belə yuxular görərdim. Yəni mənə gəlir bu streslə əlaqəli bir şeydir, stresdir, həyatın axışqanlığı falan, bununla əlaqəli bir şeylərdir bu yuxular ümumiyyətlə. Mən bunda bir problem görmürəm ümumiyyətlə. Yəni pis yuxularımı nəsə bir şeylər tapmağa çalışmıram. Mənə maraqlı olan odur ki, mən niyə həmişə pis yuxu görüb ayılıb TikTok-a girəndə, TikTok-da açan kimi necə olur ki, paranormal bir video çıxır? Bu necə olur? Bu necə baş verir? Mən o şeyi açanda necə qorxuramsa, risk çıxıranda belə. Çünki əvvəlki aydan deyiləm də, o ilk gördüyüm yuxudakı aydan deyiləm. Çünki onu baxırdım belə, bir gözlə baxırdım o şeyin videosuna. Oğlan deyiləm, yəni Buruqsaçın videosuna belə. Buna bir gözlə deyək, göz bağlı çıxdım ki, yəni fisyo, baxa bilmərəm bu səfər. Sonra təbii ki, yatmadım. Mən normalda həmişə belə yuxular görüb, sonra yatırdım, yatmağa davam edim və ondan da betər yuxular görürdüm. Ona gördüm ki, başa yuxu görmək istəmirəm. Saat da 9-a qalırdı falan. Dedim ki, mən dururam, yatmam. Yəni, neçə vaxtı başıma belə yuxular gəlir. Mən heç vaxt dediyim kimi yuxudan təsirə düşən insan deyiləm. Düzdür, mən yuxularım həmişə qorxulu olub, maraqlı olub, qeyri-adi olub. Sanki bu planetdən deyilmiş kimi bir yuxular olub.
Amma ki, heç vaxt onları yəni belə deməmişəm də ki, mən niyə belə yuxu görürəm, mənə nə olub falan, belə dəhşət düşməmişəm. Sanki bu mənim normalımdır kimi qəbul etmişəm. Çünki uşaqlıqdan belə yuxular görmüşəm əslində. Yəni, birdən-birə baş verməyib belə yuxular görməyim. Sadəcə biraz məni narahat edən odur ki, mən dəfələrlə yuxumda 4-5 dəfə mən belə bir yuxu görmüşəm, 5 dəfə kabus yuxusu görmüşəm, 5 yox, hətta 6. Və həmin o 6 yuxunun 4-ündə ya 3-ündə mən həmin o bizim koridoru və qapını görmüşəm və orada olan bir negativliyi hiss etmişəm. Və mən sonra ayılanda o tərəfdən keçəndə necə ürkdüyüm yadımdadır. Yəni hələ indi də məsələn bu dəqiqə oradan keçsəm qorxacam yəni. Elə bir travma qaldı sanki məndə. Bilmirəm niyə belə bir şey oldu. Bəlkə nə bilim bu dəqiqə çox stresli dönəmimdəyəm deyə belə bir şeylər görürəm. Yoxsa nədir bunun səbəbi? Başa düşə bilmirəm yenə. Amma nəysə, İnşallah ki, yaxşı olar. Hər bir varlığa mən hörmət edirəm, ümumiyyətlə. Fərqi yoxdur. Bu dünyadan, bu evrəndən, başqa evrəndən fərqi yoxdur. Amma ki, ümumiyyətlə, bundan sonra bu tip yuxular görmək istəmirəm. Çünki həm qorxuram, həm bezirəm, həm yoruluram. Həqiqətən enerjini çox pis yorulmuş belə yuxular. Neysə, bacılar. Keçirəm yuxu dəftərimə. Hansı yuxunu oxuyum? Bu arada bu yuxu dəftərim biraz günlük kimidir. Niyə? Çünki yuxularımda, mənim ümumiyyətlə normal yuxularımda indi də gün ərzində danışdığım insanlar yuxularımda hər zaman rol alırlar. Bir yaxınım var, o mənə deyir həmişə ki, sənin yuxuların çox qəribədir, çox maraqlıdır da, yəni sanki belə serial, film kimi. Neysə, 2019-cu ildir bu arada. 5-ci aydır, yoxsa 5-ci aydır, ayın 14-üdür. Və saat 2-yə işləyib 5 dəqiqə. Bu arada mən bu dəftəri başımın yanına qoyurdum, başucuma. Və yuxudan duran kimi bəzən yazırdım. Bəzən də bunu yorulurdum eləməyə. Telefona yazırdım. Ondan sonra telefondan bura köçürürdüm və saatı falan yazırdı da telefonda o an. Net saat yazılırdı. Telefona not dəftərinə yazırdım həmişə. Duran kimi yuxularımı belə tez-tez yazırdım. Sonra onları oxuyub belə düzəldirdim və hətta oxuyanda yadıma düşürdü yuxuda başqa nə görmüşəm. Nəysə, əvvəl restoranın yanındakı bir evdə idik. Dostumla mən. Sonra pişiklərlə oynayıram. Birisi qara, boz, o birisi qara. 2 dənə qara pişik var, bir dənə boz. Qara olan yaxşıdır. Mənlə oynayır, onu tumarlayıram. Boz olanı tumarlamaq istəyəndə qara olan cırmaqlayır məni. Bu arada 3-cü pişik də qaradır. Nəysə, mənə baxmır. Dırnaq atmış, nədir bu? Dırnaq at. Nəsə, nə? Bir yaxınım var, o mənə deyir həmişə ki, sənin yuxuların çox qəribədir, çox maraqlıdır da, yəni. Sonra deməli ki, cırmaq atır mənə, sonra insana dönüşür bu pişik. Mənə deyir ki, davay, həm iş tapaq, həm də gəzək bu insan. Amma iş tapmaq adıyla gəzmək istədiyini bilirəm. Nəysə, sonra deyirəm, qoy çimim gəlim, nə əlaqə? Deyir, yaxşı. Çimməyə gedəndə bu nasıl bir rüyalar ya? Bir dənə maraqlı deməli yuxu var burada. 2019-cu ildə yazmışam bunu. Əvvəl çiynimdə sumka məktəbə qaçırdım. Sonra bir kişi ilə qarşılaşdım. Mənə gəl mənimlə dedi. Onunla getdim. Bir yer var idi. Ağ idi hər yer. Bir də əlimin üstündə, sağ əlimin yaralar vardı. 3 dənə cızıq kimi. Qız kimdir burada? Bir an qız peyda olurmuş deyəsən. Qız dedi, bunlar niyə olub? Falan cavab vermədim. Ancaq biri var, indi də əlimdə realda. Oh my god. O vaxt düz deyir. Əlimdə bir dənə düz deyir də, aydan. Əlimdə bir dənə belə cızıq vardı. Prosta arası dəymişdi, belə nazik bir cızıq olmuşdu. Yuxuda bundan daha belə şiddətli cızıq görmüşəm, 3 dənə. Ancaq o qədər də böyük deyil. Yuxuda böyük idi biraz, deyirəm də. İçəri girdik, məni kontrol etdilər ki, görəm mən radiasiyalı deyiləm ki. Təmiz çıxdım. Sonra biraz keçdi, sumkanın içindən radiasiyadan siqnallar bir qəribə oldu, set etdi falan. Özdə bunu mən bilirdim. Sanki bu anı gözləyirdim. Qız o an dedi ki, bu qızda radiasiya var. Aha! Kişi o bir otaqdan çölə çıxıb mənə göz qaş etdi ki, qaç. Kino deyə qarış. Mən qaçdım. Həmin an
qorumalar üstümə gəldilər. Onlardan da qaçdım. Sonra türmənin adamları məni tutmağa çalışdılar. Türmənin adamları, yəni ki, yəqin polislər falan. Yəni türmədəki adamlar deyəsən. Məni tutmağa çalışdılar. Mən isə ən təpəyə çıxdım. 3-4 qızın yığıldığı yerə. Ora çıxanda isə rahatladım nəhayət. Amma ora çıxana qədər canım çıxdı. Ora çıxana qədər bir mahnı çalırdı Kamillanın. Hansı mahnıdır bilmirəm deyirəm onu. Gör ala yuxuda təpəyə çıxıram. Təpəyə çıxanda mahnı çalıram. Neysə, onu bilirəm ki, mahnı çox motivasiya verici idi. Sonra oradan uzaqlaşdım. Sumkamı məktəbin bağlı yerindən atdım. Artıq ikinci dəfədir ki, o yerə gəlirəm və o yer bağlıdır. Çox qəribə. Çünki realda o yer bağlı deyil. Hələ sonra o yerə gedəndə dostlarım da var idi. Dostuma dedim ki, okey. Sonra bacımla və bacımın bir oğlan tanışıyla və əlavə qız oğlanla gizli bir yerə girməyə çalışdıq. Bu yerin qapısında düzbucaqlı bir kəsik yer vardı ki, oradan keçə bilərdim, ancaq oradan keçdim. Sonra geri qaydanda mən oğlanla keçdim. Mən keçəndə əlim siqnala dəydi qapıdakı. İdda. Və alarm çalmağa başladı. Bacım gil içəridə qaldı. Mən qaçdım oğlana. Oğlan o yaxınlarda bir dənə ofis yazılan evə girdi. Mən də ondan biraz gec gəlib girdim evin içində gizləndik. Telefonu açdıq. Qız evdə yoxam. Telefonu açdıq nə ya? Qız varmış burada da bir dənə qız peyda olub. Qız evdə yoxam. Yəni deyir ki, evdə yoxam. Evdə bəzən qalıram, bəzən ofis kimi işlədirəm. Yayda isə market olur. Bu mənim best xəyalımdır da. Yəni bir dənə obyekt götürüm. Həm market edeyim, həm ona ofis edeyim, həm də ev. Yəni bu uşaqda mənim best xəyalımdır ki, mən bir dənə belə balaca putkam. Neysə, deyə bir şeylər eşitdik. Mən inanmadığımı dedim oğlana. Aha, mən indi... O isə başqa şansımız yoxdur dedi. Sonra... Bu ne lan? Otuma ne? Sonra bir qız var, hamilədir və bir qadın var, hansı ki onun evində kiraya qalır. Qız çox üzgündür. Mən isə bu şeyləri qıraqdan izləyirəm. Qız ərinə zəng edir, əri çox sevgi ilə cavab verir. Qız da həmçinin. Sonra qız mən gedəcəm filan yerə deyir, kraska yerinə. Ay bacı, otur ki günə doğastan, nə kraska? Qız bu arada rəssamdır. Başa düşdüm, nə? Əri deyir, iyi sənə pis gəlməz kraska. Ay da, hanımcıdır da bu kişi. Mən də səndən gəliyim aşkım. Qız sərt şəkildə yox deyir. Qadın da bir qəribə olur, sonra ad boy verir qız. Qadın deyir, niyə elə oldu falan. Qız orada ağlama başlayır. Neysə, bu biraz çox boş bir yuxu olub. Mənasız bir yuxu olub. Yenə 2019-dadır bu yuxum. Deməli, aptekin işçiləri mənim uşaqlıq versiyamı tapırlar, ancaq çox yeriyə bilmir. Nəysə, gedib götürürəm onu. Çox ağır, orta, topbuş, şirin, ağıllı uşaqdır. Gətirirəm onu evə, başlayıram ona baxmağa. Yeriməyi öyrədirəm, danışmağı öyrədirəm. Nənəm deyir ki, anamın anası, bunu saxlaya bilməzsən, apar bunu buradan. Olmaz axı sənə, sonra problemi açacaq gələcəkdə. Sonra Jonas'ın nənəsi yazmışam. Jonas kimdə qardaş, yəni... Oraya yəqin hansı bir kinoya falan baxmışam, oradakı qədənin nənəsi. Deyir ki, gələcək yaşamında dəyişikliklər edəcək sənə, həyatını alt-üst edəcək. Uşaq biraz da böyüyür, sarı saçları, iri gözləri, başı mənim başıma oxşuyur. Güzgüdə tutub baxıram bir-birimizə, o qədər oxşuyuruq ki, yəni uşaqlı versiyamında nə oxşamalıyıq təbii ki. Bu xoşuma gəlir. Sonra bir qohumumun maması maşında oturur, maşını sürür. Mən də deyirəm, gözdə gətirim veşləri falan. Biraz da artistlik edib ləngidirəm onu. Sonra əsəbləşir, o sürür, gedir. Ancaq sumka orada qalır. Əsəbləşirəm, gəlib deyirəm nənəmə, deyir, bilirəm, getdi atası ilə ağlayaraq falan, nəysə. Sonra bir dənə şey olur, həyətdə uşaqlar qaçır, ora-bura oynayır. Mənim uşaq versiyam da oynayır. Əlində gül gəlir, uşaqların yanına qaça-qaça, ya, nə qədər şirin. Uşaqlar hamısı qorxub qaçır, bu nədir deyir. Bitch! Bomba deyirlər uşağa böyüklər. Oha! Uşaqlıq versiyam çöldə oynayır uşaqlarla. Qaçır arabaya, əlində gül falan gətirib vermək istəyir uşaqlara. Balaca uşaqlar qaçır, deyir, bu nədir? Böyle dedi ki, bombadır da, bu partlayacaqdır. Böyüklərin drama queen'i. Mən də əsəbdən əlimə alıram gülü, bağıra-bağıra deyirəm ki, söyüş deyirəm burada. Deyirəm, budur bomba. Budur, hə? Deyirəm.
Gül deyə bu əlindəki gül gətirib deyirəm. Hə. Niyə onu ayırırsınız, təkləyirsiniz? Hə, deməli, Jonas'ın nənəsi də baxıram ki, pis olur. Sonra bir oğlan vardı orada. Başının üstü balıq tatusu ilə doluydu. Balaca balıqlar başının üstünə qonub orada durmuşdular. Çoxsu az qalsın ölürdü. Bu ne ya? O isə suda o biri tərəfdə oradan bu tərəfə atlanırdı. Qəribə idi. Oğlan başının üstündə 3D balıqlar var, belə balıq tatıları. Neysə. Bu arada bir dənə dostum var idi o dönəm 2019'da. Mən elə bildim o dostumla 2018'də falan sağollaşmışam, ancaq səhv xatırlayırammış. Bir dostum var idi, adını vermək istəmirəm. Çünki önəmli biri deyil artıq. Və o dönəm onunla çox vaxt keçirirdim. O qədər vaxt keçirirmişəm ki, bütün yuxularımda adı var bu insanın. Yəni bütün yuxularıma girib başqa bir yuxuma keçirik. Bunu da 2'nin yarısı yazmışam. Deyəsən əvvəl nənəmgildə idim. Oradan çıxmağa icazəm yox idi. Bilet olmalı idi. Avtobus bileti. Neysə. Və həmin o dostumla orada o da mənimlə idi. O qaçdı oradan bilet aldı. Mənə də bilet aldı, özünə də mənə də. Çantama qoymuşdu ki, sonra da mən qaçım. Hə, mən desə orada dustaq eləyiblər nənəmgilə. Neysə, mən bileti gördüm, yola çıxdım. Ancaq bir türlü avtobusa keçə bilmədim. Gah uçdum, gah ölüyə döndüm. Sonra bir dənə karavanda dostlarımla oturmuşuq. Sumqayıta gedirik. Bu arada Sumqayıta heç vaxt getməmişəm. Sumqayıta gedirik. Sumqayıta heç vaxt getməmişəm. Bu yaşımdayım və mən Sumqayıta heç vaxt getməmişəm. Amma hər zaman da getmək istəyirəm. İnşallah indi vaxt eləyib bir ara gedəcəm oranı bir gəzməyə və orayla bağlı vlog çəkəcəm ki, xatirədə qalsın. Sumqayıtda Rockstar şeylər satılan butka gördük. Dedim ki, gedim alım gəlirəm. Getdim ancaq almadım. Sonra gəldim ancaq ev kimi idi içərisi. Sonra yekə daşdan tikilən kvadrat kimi bir yer var idi. Mən də onun içində idim. İçəridə 2 qapı vardı. Sol tərəfdəki daşdan olan qapı döyülürdü. Kimsə xilas olmaq istəyirdi sanki. Yəni içəridən kimsə daşdan olan qapını döyüldü. Aa, bu yuxu yadındadır. Diyan. Peyğəmbəri gördüm yuxudu. Bu videonu yayınlasam cəmaət dəli kimi baxacaq. Bu vaxta qədər heç olmasa dəli rolunu edirdim də artistiyim. İndi nə deyəcəm, bu qızın başı işləmir. Ancaq insanlar sağ tərəfdəkinə fokuslanmışlar. Mən də elə deyirəm ki, davay açın kömək edeyim. Ancaq açmırlar. Axırda açdılar, içi boş, heç kəs yox idi. Oha, çox qorxulu. Sonra bir qız var idi. Deməli, görmüşəm ki, kimsə daşlı qapıdan, daş qapılar olurdu o vaxtı. O vaxtı deyirəm ki, o vaxtı yaşamışam. Keçmişdə belə qayadan qapılar olur deyə, daşdan evlər falan. Belə filmlərdə mən görmüşəm də. Onu içərdən kimsə döyürmüş. Mən də deyirəm ki, özümü cırıram ki, bu qapını açın. İçərdə kimsə açdılar ki, heç kəs yoxdur. Neysə. Bir dənə yuxu tapdım. Qohumlarıma aiddir. 2019'da yazmışam bunu da. 8'ə qalmış səhər. Görmüşəm bu yuxunu. Yuxuda həyət evindəydim. Ancaq heç tanımadığım birinin evi idi. Ata tərəfin qohumlarıyla idim. Sanki heç kəs məni sevmirdi. Realda da belədir. Amma mənim arxamca danışır. Amma mənim arxamca danışırdı. Evdən çıxmağıma da qoymurdular. Bir dənə qohum var. O mənə yemək verdi. Öz yerindən durub. Ancaq sifət edərək. Mən də yedim. Sonra qapı döyüldü. Mənə dedilər, get sən aç. Qorxdum. Qapını açdım ki... Əmim Terminator kimi idi. Musqul bədən dəhşət əzələ yığmışdı. Elə qapını açan kimi yapışdı boğazından, divara dirədi məni, boğdu. Boğulduğumu canlı hiss edirdim. Və buna hər kəs tamaşa edirdi. Heç kəs mane olmurdu. Reaksiya sıfır, dəli olmuşdum. Sonra birdən kravatda oturmuş tapdım özümü. Böyük torbada... Əmr elədi, hədələyim, sapım sizlə məzələnib. Tanrımız da kədərlənib, dizim Tanrı qarşısında. Bir qıraqdan baxım sizin, axım gələn ağzınıza, yaxım sizin ağzınıza. Zibillər var idi. Bu yuxun da yozması budur ki, heç kəsə güvən yoxdur bu həyatda. Yenə bu ex dostumdan yazmışam. Falan kəslə, hər yerdən falan kəs də oradaydı, falan kəs də buradaydı, falan kəs nə, ala bəsdir də.
Çoxdan da saqqız çeynəmirdim. Çoxdan dediyim, yəni belə 1-2 həftə yox ha. 3 il var. 3 il var ki, saqqız çeynəmirdim və indi çeynədim. Çox qəşəng bir şeymiş. Nəysə, qaldığımız yerdən davam edirik. Çünki mən bu videonu çox hissə-hissə çəkdim. Əvvəl evə çıxan padyomda, market tərəfdəki, həyət evləri tərəfdə dostum, mən və qızlar dava edirdi. Mənlə gəlin deyirdilər. Yəni hamısı deyirdi ki, mənlə gəl, mənlə gəl. Mən də gəlməyəcəm dedim. Sonra dostum dedi ki, gəl. Gəl də, dedim gəlməyəcəm. Ondan sonra salak dedim ona. Kalk kendini sil. Salak dedim. O da dedi lafını geri al. Ben de dedim lafımı geri almayacağım. O dedi alacaksın. Almayacaksın. Alacaksın. Almayacaksın. Və getdim. Sonra özümü bir yerdə tapdım. Yəni ışınlanmışam bir anda belə. Dəniz kənarı yer idi. Ölkədə epidemiya yayılıb. Nədir? Heyvanlar insanları dişləyir və insanlar nəyəsə dönüşür. Başlayır onlar da eləməyə ya da ölməyə. Yəni zombi kimi də. Zombi kimi yazmışam. Evdə oturmuşduq. Deməli, Azərbaycandakı həyət evi idi, amma Amerikaya oxşuyurdu. Hansı günə baxmışam, tutsun. Sakit gecədə birdən nəsə səs gəldi çöldən. Sonra birdən evdəkiləri yeməyə başladı. Kim? Atamı, bacımı, qardaşımı, anamı, sıra mənə çatan uydu. Hamını, ailə hamısını yeyir. Sıra mənə çatanda mən özümü xilas etdim həmişə kimi. Mənim verişimə də deyil, əsas mən sağ qaldım. Qaçdım, ölülərin üstündən qaça-qaça getdim. Sonra yolda kişi gördüm, özümü ölüyə vurdum, fikir vermədi. Gör necə verəcək də, mənə təhlükəli bir insandı və özümü ölüyə qoymuşam. Elə bir ki, çöldə kişi yox, ayı görmüşəm, başa sizi. Neysə. Sonra gəldim, çatdım. Deyib yazmışam, sonra fikir vermədi kişi. Sonra gəldim, çatdım bir yerə, adım verməyəcəm. O qədər sürətli qaçırdım ki, işıq sürəti ilə. Hovuz falan vardı. Özümü saldım ora bir təhər. Oranın qapısı kilitləndi və ora güvənli bölgə idi. Hovuzda su yoxmuş. Orada yaşamağa başladım. Gedirəm 5 gün yuxu görürəm. Max'in yaşadığı o mağaraya oxşuyur. Orada hamı vardı, xilas olanlar. Bu arada Bakıya YouTuberlar qonaq gəlmişdi. Az, mamam papanı getdi, bala, ailən getdi, sən elə YouTuberların kayfındasan. Orkunla kafalardakı qıyıq göz oğlan, zəlim yedir oğlanı. Gəzirdilər. Qıyıq göz olan qaşını qırmızı eləmişdi, amma tünd. Nəysə, mən ətrafa baxıb şok keçirirdim. Sonra suya girdim, üzdüm biraz. Nə oldu? Şeydə su yox, hovuzda su yox idi. Suya girdim, üzdüm biraz, sonra çıxdım. Mənim yəni yuxuda belə, təlaş anında belə zövqlərimdən ödünç verməməkdə. Yəni, üzməliyəm də, mütləq su gördümsə. Üzüb qayf eləməliyəm. Birdən qapı açılmaq istədi, qaçıb zorla kilitlədim. Sonra qaçdım içəri. İçəridə bağlı otaq vardı, kilitli, ora getdim. Oradan da içəridəki balkona gedəndə qapı döyüldü. Gedib açdım. Yünündəki fidan imiş. Üniversitede fidan vardı ki. Üniversitedəki fidan kimdir ki? Dedi gəl hava alaq biraz. Başladı mənimlə söhbət etməyə. Mənə dedi ki, qorxursan? Mən dedim, hə. Yaxınlarım mən demişəm ki, yaxınlarım gözümün qabağında öldü dedim. İndi çatıb hələ buna. Birdən məktəbdəki köhnə dostum Zəhra peyda oldu. Mənim məktəbimdə bir dostum var idi. Dost deyəndə, yəni sinflaşım idi də, yəni belə birimiz haqqında heç bilmirdik. Yaxşı günlərimiz də olub ondan, adrenalinli günlərimiz də olub. Başımıza iş açdığımız günlər də olub, onlar da danışaram bir gün. Sanki Zəhra ayaqdan da buradadır. Mən yana şok idim. O danışırdı yüksək səslə. Çox içimi döktüm, eləmi? Neyse, gedəndə gördüm ki, 2 pişik var. Biri narıncı fosfora yaxın, o biri də göy, o da fosfora yaxın. Çox təəccübləndim, çünki yer üzündə heç belə pişiklər görməmişdim. Ola bilsin ki, pişikləri kraskalayıblar, aydan, ola bilər bu. Narıncının ağzı biraz qopmuşdu, cızılmış kimi idi. Kimləsə dava etmişdi. Sonra əlimdən stolu yerə qoydum, bunları götürdüm ki, oynayım. Gətirdim 1-ci mərtəbənin altına, ora boşluq olur həmişə. Neysə, sonra lakla oynayırdılar. Lak nə ya? Mən pişikləri götürdüm, hərəsinə bir qara, korичневый qarışıq laka soxdum. Nə danışırsan sən? Sonra çıxartdım, istəmədim ölsünlər. Pox kimi idilər.
Uşaqlar falan yığılışdı. Biz bir oğlan da gəldi. Mənim kimi saçım vardı. Gəldi götürdü dedi gəl gedək yuyaq bunları. Mən elə bildim ikinci məhəllədəki kranta gedirik. Ayda orada bir krant vardı ikinci məhəllədə bizdə. Bizim məhəllədə krant yox idi. Var idi amma işləmirdi. Bir ara işləyirdi. Özləri açırdılar bu arada o krantı. Yəni xarab olmurdu. Bir ara bağlamışlar işləmirdi. Biz gedirdik ikinci məhəllədəki o krantın başına lak lak lak. Bir dənə su içirdik orada yəni. Bilmirdi heç o hardan gəlir. Yerin altından gəlir, tualetdən gəlir. Nəsə oynayırdıqsa, yorulurduqsa da yayda istidən pişirdik də, su istirdik. Evə getsək, evdə qalacaq. Mamam deyəcək ki, düşmə. Vəsə, qal evdə. Ona görə qaçırdıq harda krant, hardan su gəlir, ağzımızı dilir ora ki, tək su içək, evə getməyək. Biz restoran kimi yerə gəlirik. Mən orada dibdə oturan Facebook'dakı dostlarımı görürəm. Hamısı salamlayır. Çox şəndilər. Şən qızlar biz. Salam. Yenə də Natasha ilə Aygün bir gün. Səmimi idilər mənlə. Mən hamama gedirəm, pişikləri götürüb, içəri girəndə pişiklər siqaret olur. Yetər ya. Sıxıldım, yoruldum, edar. 3 dənə, üçüncüsü qırılmış formada. Nəysə, bunları yuyuram, siqaretlər yuyuram. Yaş olurlar, təbii ki, salak. Sonra köynəyimin döş cibinə qoyuram bir-bir. İkisini sağa qoyuram. Sonra iki qoşun yaranda mənim qabağımdakı qoşun qara qırmızı, mən tərəf isə ağ göy falan idi. Şahmat idi elə bil. Alice Harikalar Diyarı, bəli balam. Böyük ehtimal ki, sən Alice Harikalar Diyarına baxıb və yatmışsan. Diyarındakı insanlara oxşuyurdular. Mən də seçim edə bilmirdim. Bitti, ay Allah, çox şükür bitti. Bitti. Tupoy. 2020-ci ildir. Fransız dili dərsindən universitetdə mən fransız dili dərsi keçmişəm bu arada. Je m'appelle Laydan. Pourquoi? Fransız dili dərsindən universitetdəki məni Fransaya göndərirlər. Amma avtobusla, vizesiz, şəxsiyyət vəsiqəsiz və pasportsuz qaçaq gedirəm. Migrant. Sanki Fransa çox yaxındaymış da heç vaxt gedə bilməmişəmmiş kimi. Dostum da gedir, amma dəyişib, arıqlayıb, balacalaşıb, nəysə, çox sevinirəm mən də. Dostumun adını verməyəcəm, barada, çünki indi dost deyilik. Əvvəl bir günlük elə zordu ki, it, pişik, şir, quş eyni arada gəzirlər. Mənim Fransanı xəyal etmə şəklim. Fransada hər şey var, it, pişik, quş, şir. Narniya da elə bil ama. Burada yoxdur ki, belə şeylər var da. Bir-birlərinə də heç nə zərər vermirlər. Subliminal mesaj vermişəm. Evdə gəlib danışıram bunu. Sonra bir gücdən çəlik çıxır. Deyirlər, nə? Saç tükünü alıram. Hə, saç tükünü alıram deyirlər. O, Cumhurbaşqanıdır. Allah'tıq səni zat deyirlər. Bu nədir? 2020'də yazmışam bunu. Bir dənə uzun bəteybətlə evliyəm. Uzun boy, boz, göy, mor rəngin qarışığı. Pox rəng. Nəysə, bununla bir məkandayıq. Şikayət edirəm, görürəm, gəlir yanıma. Nə edirsən zat deyir, pulu ödəyir. Mən edirəm, yaxşı gedək. Evə gedəndə hər qapının yanında bunun irqindən olan axıranlar da dayanıb. Mənim irqçilik deyən. Əteymədə belə irqçilik edirəm. Hər qapıda bir ədəd. Bu arada buruqlu makaron alıb. Buruqlu makaron nə ya? Evə gəlirik, evdə qapını bağlayıram. Bizim qapını elə nəsə lazımdır deyər. Özümə çəkirəm, təzdən bağlayıram. Bu səfər çölə çıxıb, çox tezdir zad deyir. Gəlirəm evə ki, bir qız uzanıb bizim otaqda və bəteybət də konada yemək pişirir. Gör ya, bəteybət də olsan, yəni hörmətli insan olmalısan. Yəni, bir də bəteybət kimi olanmadınız da var. Buradan bəzi cinslərə səslənirəm. Sonra neyse, qız uzanıb kravatda, hər yer dağınıqdır. Qızı durğuzuram, yığışdırırıq, mənim rahatlıq yəni. Bu qız kimdir, sonra olanım. Dur, emişdir, otur. Sonra buna danışıram. Qapını gəlir, əlində silah. Qapını bağlayıram, xeyri olmur, açır. Sonra əteybət gəlir, daldan vurur bunu silahla. İçdən içə yanaraq ölür. O, silah eləymiş. Oh my god.
uşaqlar. Deməli, bura bir dənə olmuş hadisə yazmışam. 2019'da yaşamışam bu şeyi, dekabrın 17'si. Və bu yazmışam yanına ki olmuş hadisə. Və bu videonun başında dediyim, yaşadığım olayla tamına üst-üstə düşür də, yəni üst-üstə düşür. Deməli, yazmışam ki, dünən axşam pox kimi idim. Tam yuxuya girirəm, qorxulu şey görüb ya da hiss edib ayıldım. Qəribə oldum. Elə bil gözümü yuman kimi negativ bir məxluq cismi hiss edib, çox pis ürək çırpıntısı ilə və təlaşla ayılırdım. Bunun eynisini mən bu yaxınlarda yaşayırdım. Dəfələrlə hətta. Deməli, mən eynisini 2019'da da yaşamışam. Ne oluyor ya? Bizim ev lanetli mi ya? Of, burada bir tane yazıyor ama Ruçkanın şey o kadar güzeldi ki, o kadar güzeldi. Bir tane böyle gösteririm. Çok kısa göstereceğim ha yani. O kadar güzeldi Ruçkanın rengi ve şeyi böyle. Material değil ne diyorlar. Of, Ruçkanı istedim ya bir dakika ben. Maraqlı bir şey tapdım. 2020 ilin fevralın 14'ünde yazmışam bu yuxunu. Yuxuda futbolçular komandasından idim. Dərs yazırdıq. Eyni zamanda bir də nöqtə. Neyse, oturmuşuq sıx. Mən cümlə qurmağım çox bərbad imiş o vaxtı və bu dəqiqə yəni neyse, elə ki ingilis dilindən tərcümə eləmişəm də olduğu kimi. Bir dənə xanım gəldi, üzü tanışdır çox, amma adını bilmirəm. Yanıma oturdu. Mənlə maraqlandı falan. Eyni zamanda da stadiondayıq, baxırıq futbolun gedişatına. Uduzduq. Qız gəldi məndən, 10 yaş balaca idi. Başqa bir qız gəlib indi komandadan. Ağlayırdı. Uzandı ortaya, mən də burnuna bəlkə qoydum bir dənə, sonra əsəbləşdim. Qızı niyə döyürəm bilmirəm. Getdim. Millət dedi ki, əsəbləşib falan. O qadın dedi ən çox, yanında oturan qadın deyib ən çox ki, əsəbləşib. Qıza komandamızı uduzdurduğu üçün vurmuşdum. Xəstəsə. Sonra yuxarı evdə peyda oldum birdən-birə. Getdim yataq otağına, şifanerin yanında küncdə bir dənə aparat vardı. Ya yox edir bir tərəfi, ya da ki qalanını, ya da ki galaksi boşluğuna göndərir. Mən də kitabları atıram ora bir-bir, nə bilim aparatları falan da, evi təmizləyirəm. Sonra birdən-birə atam varmış. Ancaq çox, bu yadımdadır, bu yuxu yadımdadır. Oh my god. Bu arada bu deyirəm boşluq. O boşluq siz nə boydaydı yuxumda? Nə boydaydı belə yekə bir dənə qara dəliyi var idi da, yəni yerin içində, yerdə, polda. Və atamdı, səsi atamdı, amma özü Albert Einstein. Sonra birdən-birə atam varmış, ancaq çox yaşlı araşdırmacı. Onun da elə aparatı varmış. Onun laboratoriyasına gizli ışınlanıram. Görək nə olur sonra. Deyir, davay, bunları yox edək. Özümdən də böyük silahı qaldırıb, yadındadır o, qara bir yekə bir silah vardı. Onu atmışdım. Silahı qaldırıb atıram ora, parçalanır. Deyirəm ki, radiasiyadandır yəqin. Çünki böyük düz biraz da enli işıq qalxır mən tərəfə. Mən də çəkilirəm qırağa, ancaq izləyirəm də. Və bu sırada özümü qıraqdan da izləyirəm. Radiasiya nə əlaqə? Yəni, baş verməm. Neyse, sonra birdən-birə bir yerə ışınlanıram. Yenə orada universitetin laboratoriyası kimi yerdir, ancaq müasir. Orada gəzirəm. Bir nəfər tanış olur məndən, qara dərili. O sırada döydüyüm uşaq da oradadır. Ancaq toxuna bilmirik, danışa bilmirik onunla. Oradan böyük biri deyir ki, etməyin, o başqa evrəndəndir. Sizlə əlaqə qura bilməz. Mənim torpilim, mənim daydayımlar, mənim başqa evrəndən. Neyse, mən də bu eşitdiyim çox normalmış kimi oğlana onu döydüyümü deyirəm. O da niyə deyir, mən də bilmirəm, çox əsəbiyəm deyirəm. O isə başa düşürəm deyir. Yola verir konkret. Gedək əylənək də deyir, çölə çıxırıq. Oğlanların hamısının beynini belə deyir. Sonra məktəbin həyətindəyim, həm yağış yağır, həm də dalğalar düşür. Millət üzür, kupanikdə falan. Mən də üzürəm.